Değerli kitap severler ve kitaplarla inkişaf eden layihəsinin fəalları. Bugün sizlere yine bir kitap tanıtımı ilə gəlmişəm. Bu kitabım Bakıda Bolşeviklərin Azərbaycanlılara qarşı törətdiyi soyqırımdan söhbət gedir və 1918-ci ildə baş vermiş bir soyqırımdır. Martın 30-dan 31-nə keçən gecə kimi deyə bilərik də bunu. Kitabın əsas məzmunu desək, yəni giriş hissədən artıq bizə məlum olur ki, kitab bizə nə haqqında danışır, kitab bizə kimi necə göstərir. Burada da həmən bu yürüyüşdə də, həmən bu belə deyək də, yəni soyqırımda da kimlərin daha çox fəaliyyət göstərdiyi burada qeydə alınır artıq. Və burada da görmək olar ki, ermənilərin bizə qarşı olan kinini, nifrətini burada göz önünə çarpılır. Rusların da eyni şəkildə onlara dəstək göstərdiyi də burada əks olunur. Və kitabın elə ön sözünü oxuduqda biz ermənilərin kim olduğunu, necə olduqlarını artıq öyrənmiş oluruq. Və bu kitabdan da belə bir nəticə çıxır ki, yəni düşmənimiz, yəni illərdir bizim düşmənimiz, sadəcə olaraq türklərə və İslam dinini qəbul etmiş ölkələrə məncə belə müharibə üsyan qaldırır. Çünki onlar özləri xristiandılar, özləri nə bilim türk xalqlarını sevmirlər. Yəni deyilənə görə, yəni tarixi, yəni araşdırdıqda belə yəni çıxır da indi bəzi yerlərdən türklər onlara soyqırım törədiblər, ondan sonra belə olub kimi belə məlumatlar çıxır. Ancaq bunun düz olduğu və yaxud da səhv olduğunu deyə bilmərəm, çünki özümün də hələ ki çox məlumatım yoxdur. Və bunu demək istəyirəm ki, kitabın elə birinci səhifəsini oxuduqda artıq ermənilərin kim olduğu, bizə qarşı nə olduqları, onlardan bizə hal-hazırda yeni tarixi bir yenilik çıxıb. Ermənilərlə Tramp sayəsində nə olub? Ermənilərlə müqavilə bağlayıblar, sülh müqaviləsi. Yəni bizdən onlara nə sülh bağlanmış bir dövlət olmaz, yəni qardaş olmaz. Bu tarixi oxuduqca artıq məlum olur da. Onlardan da bizə yəni bir qardaş olmaz. Bunu müharibə vaxtı da, o 44 günlük müharibədə də, ondan əvvəlki soyqırımlarda da, elə Bakı soyqırımında da, Xocalı soyqırımında da, hamısında Quba, Xaçmaz, nə bilim, burada hamısı orada qeyd olunub. Hamısı burada qeyd olunub. Onu oxuduqca siz artıq məlumat toplayacaqsınız. Həmən bu soyqırımlardan sonra onlardan bizə dostluq müqaviləsi çətin məsələdir. Və elə bu kitabda da qısa bir məzmun hazırlamışam sizin üçün. Onu indi səsləndirəcəm. Kitabda Bolşevik rəhbərlərinin Bolşeviklərin rəhbərlik etdiyi Bakı Sovetinin ermənilərdən ibarət silahlı dəstələri tərəfindən Bakı şəhəri və onun ətrafındakı türk müsəlmanlara qarşı törədilən kütləvi qətliamlardan bəhs olunur. Artıq da nə dərəcədədirsə, onu da təsvir edirsiniz, yəni. 1918-ci il martın 30, 31 və aprelin 1-də erməni silahlı dəstələri Bakıda 12 mindən çox dinc əhalini qətlə yetirmişdi. Evlərini yandırmışdı, yəni həmən o Bakını qarət etmişdilər. Və kitabın əsas yazısını desəm, Vaqif Abışovdur yazan. Bakıda Azərbaycan xalqına qarşı həm bu soyqırımı qələmə almışdır kitabda. Kitab əsasən tədqiqatçılar, müəllimlər və tələbələr eyni zamanda geniş bir oxucu kütləsi üçün təşkil olunmuşdur, hazırlanmışdır. Kitab əsasən Azərbaycan Respublikasının prezidenti İlham Əliyev təşəbbüsü ilə yazılmış bir kitabdır. Bu kitabı da dediyim kimi tarix oxuyan, tarixi maraqlanan, ümumiyyətlə tarixini öyrənmək istəyən hər bir Azərbaycan vətəndaşına tövsiyə edirəm, hər bir kəsə tövsiyə edirəm. Çünki yaxşı kitabdır, müəyyən bir hissələri var. Tarix İnstitutu tərəfindən yazılmış kitablardır. Elmlər İnstitutu tərəfindən yazılmış kitablardır və bunun hər birini kəsin oxumasını tövsiyə edirəm. Çünki vacib bir şeydir. 3-cü qrupa verənlər üçün vacibdir, məsəl üçün tarixdən imtahan verənlər üçün. Bunlar vacib bir kitabdır, tövsiyə edirəm. Hər kəsə uğurlar arzulayıram. Bol bir kitab oxuyasınız, bol kitablı günləriniz olsun. Dinlədiyiniz üçün təşəkkür edirəm. Minnətdaram.